Dostlar, her birinize Allah'ın salamı olsun. Ruhanenin mətbəxinə xoş gəlmisiniz. Bugünlə sizinlə kutab pişirəcəyimi bölüşəcəm. Əvvəlcədən xırda doğradığım kişni, şüyüd, göy soğan, ispanağı doğrayırıq. Üzərinə duz səpib və quru şor əlavə edirik. Sonra isə 2 böyük baş soğan doğrayırıq. 2 ədəd də nar. Xəmiri isə 1 kilonu götürürük. 1 kilo yarım onu götürürük. Üzərinə duz, duruş, bir də ilıq su əlavə edib yaxşı yoğururuq. İndi isə dostlar, yuxamızı açdıq. Hazırdır yuxamız. Arasına şor və göyərtini əlavə edirik. Duzunu özünüzün zövqünə görə üzərinə, göyərtinin üzərinə əlavə edə bilərsiniz. İndi üzərinə doğradığımız xırda soğanı göyərtinin üzərinə əlavə edirik. Bir də nar. Şoru göyərtinin içərisinə əlavə edirsiniz ki, şordan göyərtinin dadı bir-birinə qarışsın. Siz istəsəniz pendir də əlavə edə bilərsiniz. Soğanı əlavə edirik. Mən tavada, qalın bir tavada pişirirəm. Onda da saç kimi olur. Qəşəng pişir. İndi isə dostlar, sonuncu kutabımızı pişiririk. Yaxşı bağlayırıq ki, pişən zaman çevirəndə açılmasın qıraqları. Dostlar, kutabımızın biri pişdi. Mən tavada pişirirəm. İstəsəniz siz sacda da pişirə bilərsiniz. Baxın, görün necə də yumuşaq, pambıq kimidir. Siz də pişirin, yeyin. Hər birinizin ruzu bərəkətini evinizdən əksik etməsin. Yorumlarınızı və dəstəklərinizi gözləyirik. Bəyənin, videolarımızı bəyənin, yorumlarınızı yazın. Bizə baxaq, sevinək, bildiklərimiz yeməklərlə pişirib sizlərlə paylaşaq. Allah göz haqqınızı halal edin.